Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb. Sosial şəbəkələrdə bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Jurnalist bildirib ki, avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun asıl nov sıralama rəqəmlərlə ifadə olunur. Məsələn, 1, 2, 3, 4, 5 və s. kimi qeydiyyata alınıb. Kolleksiyada Bentley, Range Rover, Mercedes S-Class, E-Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyadandır. Onu da əlavə edək ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi göstərir. Hətta dövlət başçısı ötən ay Su Təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonferansda bunları qeyd edib ki, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır. Bəzi hallarda itkilər 40%-dir və 50%-ə də çatır. Bu dözülməzdir.